Salam, hörmətli müəllimlər. Bugünkü buraxılışımız biologiya fənninə həsr olunur. Biz bugün biologiya fənni üzrə Təranə İsmailovanın təqdimatında genetika və seleksiya mövzusuna toxunacağıq və ona dair test tapşırıqlarının izahına baxacağıq. Salam Təranə xanım. Salam Pərvin xanım. Düz buyurdunuz. Bugünkü mövzumuz bizim canlıların quruluşu və müxtəlifliyi və bioloji proseslər məzmun sahəsi üzrə genetika və seleksiya bölməsi ilə bağlı test tapşırıqlarına baxacağıq. Test tapşırıqları həm sadə, həm orta, həm də bir qədər çətinləşdirilmiş formada tərtib olunub. Düşündük ki, belə tərtib eləsək, müəllimlərə daha çox yardımımız dəymiş olar. Elə vaxtı keçirmədən başlayaq. Birinci test tapşırığımız bu bir qədər sadə test tapşırığı hesab olunsa da, bəzən genotipdə əlamətlərin sayı artdıqca onların fenotipini, genotipini və kombinasiyanın sayını hesablamaq çətinlik törədir. Lakin bunun sadə bir riyazi yolunu bildikdən sonra bunları həll etmək çox rahatdır. Tapşırıqda iki orqanizm hansı ki 5 əlamət üzrə bir-birindən fərqlənir. Bu orqanizmlərin çarpazlaşması zamanı nəsildə neçə fenotip, genotip və kombinasiya alınır. İlişiklik yoxdur, Y əlaməti üzrə qeyri-tam dominantlıq mövcuddur. Təbii ki, çalışmadan görürük ki, biz tapşırıq özü polihibrid çarpazlaşmaya aid olan bir tapşırıqdır və adətən dərsliklərdə bu 2 üstü n, 3 üstü n və 4 üstü n formulası ilə hesablanır. Amma nəzərə almaq lazımdır ki, böyük H, kiçik H, böyük H, kiçik H doğrudan da bizə tam dominantlıq şəraitində 2 fenotip verir, 3 genotip verir və 4 kombinasiya verir. Sonra da o əlamətlərin sayına qaldırmaqla fenotip, genotip və kombinasiyanın sayını tapmaq lazım gəlir. Bu o zaman biz onu elə bilərik ki, hər iki tərəf, həm erkək və dişi tərəf, yəni qadın və kişi tərəfdə genotip eyni vəziyyətdə olarsa, biz 2 üstü n, 3 üstü n, 4 üstü n formulu ilə hesablaya bilərik. Lakin bizim tapşırıqda biz görürük ki, tərəflərin genotipləri eyni deyil. Məsələn, böyük A əlaməti üzrə heterozigotluq mövcud olduğu halda B əlaməti üzrə əlamət analizici çarpazlaşma vəziyyətindədir. C-də birində heterozigot olduğu halda digərində isə dominant vəziyyətdədir əlamət. Onun üçün də belə hallarda əgər genlər ilişikli deyilsə, yəni müxtəlif homoloji xromosomlarda yerləşirlərsə, başqa sözlə desək, Mendel qanunları ilə irsən əlamət keçirsə, onda ən sadə yolu hər bir əlamət üzrə ayrı-ayrı həm fenotipi, genotipi və kombinasiyanı hesablamaq lazım olur. Məsələn, fenotipə baxaq. Böyük H, kiçik H, böyük H, kiçik H. Bu bizə tam dominantlıq şəraitində 2 fenotip verir. 2 vurulsun B əlaməti, kiçik B-lər və böyük B, kiçik B, bu analizici çarpazlaşmadır. Bu da bizə 2 fenotip verir. C əlaməti üzrə də böyük C, kiçik C, böyük C, böyük C. Bu bizə hər bir halda bir fenotip verəcəkdir. Yəni, orqanizmdə əlamət üzrə parçalanma olmayacaqdır və D-lər də həmin vəziyyətdədir. D üzrə də bir fenotip veriləcəkdir. Böyük Y, kiçik Y, böyük Y, kiçik Y isə Y əlaməti üzrə qeyri-tam dominantlıq mövcud olduğu üçün bu əlamət üzrə bizə 3 fenotip verəcəkdir. Və hər bir əlamətin ayrı-ayrı fenotiplərini bir-birinə vursaq, biz görəcəyik ki, bu 5 əlamət üzrə bu cür genotipli orqanizmlərin çarpazlaşması nəticəsində 12 fenotip qrup almaq mümkündür. Genotipi də eyni qayda ilə hesablayacağıq. Böyük H, kiçik H, böyük H, kiçik H 3 genotip verir. Kiçik B-lər və heterozigot B-lər analizici çarpazlaşma 2 genotip verir. C-lər də həm homozigot, həm də heterozigot vəziyyətdə 2 genotip verir bizə. D-lərdə 2 genotip verir. Y əlaməti üzrə də 3 genotip alınacaqdır. Və bunları bir-birinə vursaq, bizdə 72 deməli genotip qrup alına bilir. Kombinasiyalara gəldikdə, A-lar üzrə 4 kombinasiya, B-lər üzrə 2 kombinasiya alınır, C-lər üzrə 2 kombinasiya, D üzrə 2 kombinasiya, Y üzrə də 4 kombinasiya alınır. Yəni, bu sanki monohibrid çarpazlaşmalar da üst-üstə qoyulubdur. Bu cür həll etmək olar. Və burada vurmaqla biz kombinasiyaların sayını hesablaya bilərik. Burada əlamətlərin sayı arta da bilər, azala da bilər, vəziyyət dəyişə də bilər. Hər birini ayrı-ayrı tapmaqla, vurmaqla biz ilişiklik olmayanda fenotipi, genotipi və kombinasiyaları bu cür hesablaya bilərik. Amma eyni ilə bu şərti bizlər başqa cür variantda verə bilərlər ki, bu orqanizmlərin çarpazlaşması zamanı
Maksimum neçə fenotip genetik kombinasiya alınır, amma şərt dəyişilir. Bütün genlər ilişiklidir və ilişiklik pozulmamışdır. Yəni burada biz bilirik ki, əgər bütün genlər ilişiklidirsə, bu Morgan qanunları ilə irsən nəslə ötürü, yəni bütün əlamətlər bir xromosomun üstündədir və ilişiklik pozulmayıbsa, yəni Krassin-Gover baş verməyib deməkdir. Onda bu cür məsələlərin həllində ən rahat yol əlamətlərdən birinə baxıb onun fenotip, genotip və kombinasiyasını yazmaq. Amma sual oluna bilər, hansı əlamətə baxım? A əlamətnənmi, B-mi, C-mi, D yoxsa Y-yə? Təbii ki, o əlamətə baxacağıq ki, o maksimum fenotip, genotip və kombinasiya versin. Əvvəlki vəziyyətdə bizdə genlər müxtəlif xromosomlarda olduğu üçün hər bir əlaməti ayrı-ayrı hesabladıq, vurduq. Burada isə birini götürəcəyik. Bu halda isə biz hansı ikinci variantda biz baxacağıq ki, hansı əlamət maksimum bizə fenotip, genotip və kombinasiya verir. Məsələn, böyük ya, kiçik ya, böyük ya, kiçik ya. Tam dominantlıq şəraitidir. 2 fenotip, 3 genotip, 4 kombinasiya verir. B-lər isə analizedici çarpazlaşma vəziyyətində olduğu üçün 2 fenotip, 2 genotip, 2 kombinasiya verir. Deməli, ən pis halda mən bu halda A-nı nəzərimdə tuturam. Amma şərtə oxuyanda görürəm ki, Y əlaməti üzrə qeyri-tam dominantlıq mövcuddur. Bu deməkdir ki, Y əlamətində 3 fenotip, 3 genotip, 4 kombinasiya alınacaqdır. Yəni A ilə müqayisədə Y daha çox verir fenotip olaraq. Onun üçün elə bir dənə Y əlamətini nəzərə alacağam və bu İki orqanizm çarpazlaşanda maksimum 3 fenotip, 3 genotip və 4 kombinasiya verəcəkdir. Və deməli, indi hal-hazırda siz ekranda hər iki variantda, hər iki məsələdə düzgün cavabı ekranda görürsünüz. Növbəti çalışmamıza keçək. Bu çalışmada da iki orqanizm hansı ki 6 əlamət üzrə fərqlənir, genotipli orqanizm çarpazlaşmasından alınan nəsildə böyük A, böyük kiçik B, böyük C, böyük D, böyük Y və kiçik F fenotipli fərdlər ümumi nəslin neçə faizini təşkil edər? Təbii ki, biz əvvəlcə ümumi nəsil kombinasiyaların sayıdır. Qametlərin də hesablanması üçün hər bir orqanizmin ayrı-ayrılıqda qametlərini hesablayırıq. Bu birinci orqanizm bizdə təbii ki, A əlaməti üzrə parçalanma vermir, B əlaməti üzrə parçalanma vermir, C verəcək, D verəcək, bir də F əlamətlər üzrə parçalanma verəcək. Onun üçün elə 2/3 yazsaq, bu orqanizm bu 6 əlamətə görə 8 tipdə qamet verə bilir. İkinci orqanizm isə A, B, C, D və F əlamətləri üzrə heterozigotluq olduğu üçün parçalanma verəcək. Onun üçün 2/5, 32 qameti də o orqanizm verəcək. Təbii ki, burada genlər müxtəlif homoloji xromosomlarda olduğu nəzərdə tutulur. Və kombinasiyaların sayına gəldikdə 8 qameti 32-yə vursaq, bizdə 256 kombinasiya ilə. Bu bizim ümumi nəslimizdir, 100%-dir. İndi tapmaq lazımdır ki, bu 256 kombinasiyadan neçəsi məhz bizim istədiyimiz fenotiplə, bax, bu cür əlamətləri daşıyır. Burada yenə də kiçik bir rəzi yolla bunu hesablamaq mümkündür. Genotipə baxırıq. Kiçik A, kiçik A, böyük A, kiçik A. Analizici çarpazlaşmadır. Bilirik ki, burada bir böyük A, bir kiçik A, yəni birin birə nisbətində 2 fenotip yaranır, 2 genotip yaranır. Və bizə də böyük A lazımdır. Onun üçün də yazırıq bir böyük A. Vurulsun. B-lərə baxıram. B-lər də analizedici vəziyyətdədirlər. Yəni bir böyük B, bir kiçik B alınır. Zaten mənə kiçik B lazımdır. Vurulsun bir kiçik B. Vurulsun. Böyük C, kiçik C, böyük C, kiçik C. Burada heterozigot olduğu üçün 3 böyük C, 1 kiçik C alınır fenotipdə və bizə də misalda böyük C istədikləri üçün 3 C-yə vuracağıq. D-lər də həmin vəziyyətdədir, heterozigot vəziyyətdədir. Böyük D lazımdır, 3 böyük D. Y-lər zaten bizdə bilirik homozigot və resessiv homozigot vəziyyətdədir. Elə bir fenotip alınır, bir Y böyük fenotip alınır. Y üzrə böyük 1 yazırıq. Böyük F, kiçik F, böyük F, kiçik F. Bu da bizə 3 böyük F, 1 kiçik F fenotipini verir ki, bizə də balaca F lazım olduğu üçün bir balaca F yazırıq. Və bunları bir-birinə vuranda bizdə 9 həmin fenotipli fərdlər alınır. Və nəticədə biz hesablaya bilərik ki, əgər ümumi kombinasiyaların sayı 256-dırsa, 9 fərd təxminən 3,5%, yəni təşkil edəcəkdir. Düzgün cavab bu məsələdə 3,5%-dir.
İndi isə belə bir məsələyə baxaq. Yəni bunlar biraz həm məntiqi tələb edən bir testlərdir. Katarakt və polidaktiliya, yəni çox barmaqlılıq eyni autosom xromosomunda yerləşən dominant genlərlə müəyyən olunur. Qadın kataraktı atasından, polidaktiliyanı anasından irsən almışdır. Bu qadının sağlam kişi ilə nigahından doğulacaq uşaqların fenotipini müəyyən edin. İlişiklik pozulmamışdır. Burada əlamətləri yazaq. Deməli, dominantdır katarakt, eləcə də polidaktiliya B də dominant böyük hərflərlə qeyd edirik. Kiçik hərflər isə normal barmaqlıq və normal, yəni görmə qabiliyyətidir. Və təbii ki, burada əsas məsələ qadının genotipini düzgün, xromosom üstündə düzgün təyin etmək lazımdır. Çünki məsələnin şərtində deyir ki, qadın kataraktı atasından alıbdır, polidaktiliyanı anasından alıbdır. Deməli, böyük və A və böyük B genləri bir xromosom üstündə olmayacaq. Çünki xromosomun birini qadın vaxtı ikən atasından alıbdır, birini də anasından alıbdır. Onun üçün də böyük A kiçik B-dən olacaqdır, çünki atasından böyük katarakt genini alıbdır. Kiçik A, böyük B xromosomu isə vaxtı ikən anasından alıbdır. Və ilişiklik də pozulmayıbdır. Bu qadının sağlam kişi ilə, təbii ki, kişinin sağlam olması üçün hər iki əlamətlər resesiv vəziyyətdə olmalıdır ki, nə katarakt olsun, nədən yəni polidaktiliya olsun. Və bunların verdiyi qametlərə gəldikdə, ilişiklik pozulmayıbsa, 2 sort qamet verəcək qadın orqanizmi, kişi orqanizmi isə bu iki əlamətə görə eyni qametlər verəcək. Nəticədə nəsildə kiçik A, böyük B, kiçik A, kiçik B ilə mayalanarsa, alınacaq bizdə 50% kataraktı olmasa da polidaktiliyası olan uşaqlar dünyaya gələcəkdir. İkincidə isə A, kataraktı var, lakin polidaktiliyası yoxdur. 50% uşaqlar da yəni kataraktla yəni dünyaya gələcəklər. Burada cavab yəni 50% polidaktiliyalı, 50% kataraktlı uşaqların dünyaya gəlməsi mümkündür. Növbəti bir məsələyə baxaq. Ananın qanı birinci qrup, atanın qanı isə dördüncü qrup olan ailədə doğulan daltonik oğlan üçüncü qan qrupuna malik olmuşdur. Hər iki valideyn normal görmə qabiliyyətinə malikdir. Ailədə növbəti doğulacaq uşaqlar haqqında verilən fikirlərdən hansı yanlışdır? Və təbii ki, burada birinci biz bu bəndləri araşdırmaq üçün əvvəlcə atanın və ananın genotipini təyin etməliyik. Və təbii ki, ana birinci qan qrupdursa, IO genləri olacaqdır və təbii ki, normal görməyə malikdirsə, daltonizm xəstəliyi bilirik ki, biz X xromosomu ilə irsən resesiv ötürülən bir əlamətdir. Bir dominant D-si var, çünki ana özü fenotipcə sağlamdır, amma onun oğlu xəstə doğulubsa, deməli onda xəstəlik geni olub ki, oğluna ötürübdür. O X kiçik D olacaqdır. Atanın genotipi isə 4-cü qan qrupdur, IA, IB və XD normal görür və Y xromosomunda da bu genin daşıyan bir lokus olmadığını artıq biz bilirik. Və valideynlərin genotipini təyin etdikdən sonra bir-bir bəndlərə biz baxacağıq. Məsələn, A-ya baxırıq. Xəstə qızın doğulma ehtimalı 0-dır. Doğrudan da biz bilirik ki, D genini X xromosomlarından biri atadan alınır qızlar, birində anadan alır. Və qızlar istəyir anadan xəstəlik olan kiçik D geni olan X-i alsın, istəyirsə də böyük D olan X-i alsın, fərq eləməz. Onsuz da atadan sağlam geni götürəcəklər. Onun üçün də qızlar hamısı sağlam olacaqdır. Qızın xəstə doğulma ehtimalı burada 0-dır. A variantı doğrudur. Bizdən isə yanlışı istəyir. Sağlam doğulmuş qızlar həm ikinci, həm də üçüncü qan qrupuna malik ola bilərlər. Doğrudan da biz bilirik ki, I geni ilə I geninin yerləşdiyi autosom xromosomu ilə X xromosomun bir-birinə əlaqəsi olmayan xromosomlardır. Və onun üçün də burada sağlam doğulmuş qızlar I0 geni, IA geni ilə düşə bilər, ikinci qan qrupu ola bilər. O geni eyni zamanda IB geni ilə düşə bilər ki, qızlar həm də üçüncü qan qrupuna malik ola bilərlər. Yəni B variantı da burada doğru variant hesab olunur. C-yə baxaq. Doğulmuş oğlan uşaqlarının xəstə olma ehtimalı 100%-dir. Təbii ki, baxsaq ki, biz oğul atasından, oğullar ancaq Y xromosomunu alır, X xromosomunu anadan alır. Və anadan X
böyük D-ni götürərsə, oğlanlar sağlam olacaqlar. X kiçik D-ni götürsələr, oğlanlar xəstə olacaqlar. Deməli, oğlan uşağının xəstə olma ehtimalı 100% deyil, 50%-dir. Çünki sağlam oğlanlar da doğula bilər bu cür genotipdə. Deməli, C yanlışdır bizdə. Doğulmuş oğlan uşaqların sağlam olma ehtimalı 50%-dir. Bəli, artıq qeyd elədik ki, o 50% həm sağlam doğula bilərlər, həm də xəstə doğula bilərlər. Y variantında doğulmuş 3-cü qan qrupu olan oğlan uşaqların hamısı xəstə doğulacaqdır. Təbii ki, bu da mümkün deyil. 3-cü qan qruplu olsalar da, 2-ci qan qruplu olsalar da, yenə qeyd edirəm ki, böyük D ilə düşsələr, oğlanlar sağlam olacaqlar. Yəni, doğulan oğlanların hamısının xəstə olması yanlış fikirdir. Burada cavab C və Y cavabı olacaqdır. Növbəti məsələmizə baxaq. Atası hemofiliyadan, anası isə daltonizmdən əziyyət çəkən, lakin bu əlamətlərə görə sağlam olan qızın hazırladığı qametlərin faizlə miqdarını hesablayın. Və bu genlər arasında məsafə 9,8 marganoiddir. Təbii ki, hörmətli müəllimlər, bilirik ki, biz həm hemofiliya, həm daltonizm resessiv gen olub X xromosomu ilə ilişikli irsən ötürülən bir patologiyalardır və aradakı məsafə də verilibdir. Və bu məsələyə istərdim ki, Fərim xanım, iki variantda baxaq. Həm ilişiklik pozulmayan vəziyyətdə olarsa, həmin bu qadın hazırladığı qametlər neçə faizdən olacaqdır. İkinci variantda da əgər ilişiklik pozularsa hansı faizdə olacaqdır. Və gəlin qadının əvvəlcə genotipini təyin edək. Təbii ki, X xromosomunun biri atadan alınıbdır, biri anadan alınıbdır. Atasından hemofiliyanı alıb, amma özü sağlamdırsa, deməli anadan onun normal genini alıbdır. Anadan da daltonizmi alıbdır, amma özü normaldırsa, deməli atadan vaxtı ikən o normal görmə qabiliyyətinə malik olan geni alıbdır. Və burada biz artıq təyin edirik ki, heç də dominant genlər həmişə bir xromosomun üstündə olmur. Böyük H kiçik D ilə, kiçik H da böyük D ilə bir xromosomun üstündədir. Əgər ilişiklik pozulmasa burada, biz görəcəyik ki, hər X xromosomu bir qütbə çəkiləcək və 50% X böyük H kiçik D, 50% də X kiçik H və böyük D qametləri, yəni onun yumurta hüceyrələri bu tərkibdə ola bilər 50% 50% ilə. Yox, əgər ilişiklik pozulubsa, onda bizdə məsələ bir qədər artıq Krasingoverin baş verdiyini göstərir. Əgər bu iki gen arasındakı məsafə 9,8 marganoiddirsə, deməli ilişikliyin pozulması, yəni Krasingover faizi də 9,8%dir. 100%-dən 9,8% çıxsaq, ilişikli olduğu kimi düşən qametlər 90,2% olmalıdır. Onda bu orqanizm bizə gəlin baxaq görək ki, hansı qametləri verəcəkdir. Olduğu kimi düşənlər, yəni ilişik düşənlər, böyük H, kiçik D ilə olanlar 45,1, kiçik H, böyük D ilə olanlar 45,1, yəni ikisinin cəmi ilişikli 90,2 verməlidir və 9,8%-də genlərin yer dəyişməsi mübadilə gedibdir. Yəni böyük H, kiçik böyük D ilə düşübdür, kiçik H-da kiçik D ilə, yəni qametə düşübdür. Bunlar da ilişiklik cəmi 9,8% olmalıdır. İlişikliyin pozulması daha doğrusu Krasingover. Ekranda yəni doğru cavabı görürük. Hipertrixozdan, yəni qulaqda tüklülükdən əziyyət çəkən atanın və polidaktiliyadan əziyyət çəkən ananın hər iki xəstəliyə görə normal olan qızları anadan olmuşdur. Bu ailədə hər iki anomaliyaya malik uşağın doğulma ehtimalını hesablayın. Və təbii ki, əlamətlər, qulaqda tüklülük biz bilirik ki, Y xromosomu ilə irsən nəslə ötürülən bir gendir və bu ancaq kişi orqanizmə xas olan bir əlamətdir. Qadın orqanizmində bu ola bilməz. Polidaktiliya isə autosom xromosomlarla ötürülür. Dominant gendir, normal barmaqlılıq isə resessiv olaraq irsən ötürülür. Və gəlin qadının genotipini təyin etsək ki, hansı ki qeyd edilmişdi ki, onun həm deməli atası qulaqda tüklükdən əziyyət çəkir, anası isə polidaktiliyadan əziyyət çəkən bir ananın hər iki xəstəliyə görə normal qızı doğulmuşdur. Deməli burada onda anada
XX olacaq. Təbii ki, hipertrixoz olmayacaq, çünki o Y xromosomu ilə ötürülür və anadan da böyük A-nı polidaktilyan götürdüyü üçün, yəni böyük A, kiçik A formada olacaq. Niyə görə? Yəni deyə bilərik ki, biz burada böyük A da ola bilər də polidaktilya dominant fərdi. Çünki onun normal qızı dünyaya gəlibsə, deməli o resessiv genə də malik olubmuş ki, uşaq dünyaya normal gəlibdir. Ata isə həmin bu qulaqda tüklükdən əziyyət çəkir, amma polidaktiliyası yoxdur, yəni normal 5 barmaqlı, yəni barmağa malikdir. Və bunların qametlərini biz alsaq, görəcəyik ki, deməli X xromosomu böyük A ilə düşə bilər yumurta hüceyrəyə, eləcə də X xromosomu kiçik normal barmaq geni ilə düşə bilər yumurta hüceyrəyə. Atanın verdiyi qametlərdə isə X xromosomu kiçik A ilə və bir də Y xromosomu kiçik A, yəni geni ilə bir qametə düşə bilər. Nəticədə bizdə hansı genotiplər alınacaqdır? X böyük A yumurta hüceyrə, X kiçik A spermatozoid ilə mayalanarsa, zigotda alınacaq bizdə X böyük A, X kiçik A ilə mayalandıqda zigotda X böyük A, kiçik A alınacaq. Yəni bu qız doğulacaqdır və təbii ki, hipertrixoz olmayacaqdır. Çünki Y xromosomu orada yoxdur, amma polidaktilyadan əziyyət çəkən qız olacaqdır. İkinci isə X deməli həmin bu X böyük A birləşir Y kiçik A ilə. Onda XY və böyük A, kiçik A zigotda birləşmə olacaq. Bu cür oğlanlar həm hipertrixozdan əziyyət çəkəcəklər, həm də polidaktilyadan əziyyət çəkəcəklər. Növbətində isə X kiçik A ilə birləşsə qız normal barmaqlıqla dünyaya gələcəkdir. Yəni nə polidaktiliyası olmayacaqdır, nə də digər zaten yoxdur qadın orqanizmində. Və bu qamet əgər Y xromosomu ilə birləşsə, hipertrixozlu, deməli qulaqda tüklü olan oğlan da olacaq, amma barmaqlarının sayı normal olacaqdır. Deməli bizə şərtdə soruşur ki, bu ailədə hər iki anomaliyaya malik olan uşaq, yəni altına xətt çəkdiyimiz bax bu orqanizm 4 uşaqdan, yəni 4də biri olacaqdır. Oğlanların isə 2də birini, yəni təşkil etmiş olacaqdır. Növbəti məsələmiz Pərvin xanım populyasiyanın genetikası ilə bağlı olan bir məsələdir. Ən çox belə deyək ki, həm müəllimlərin, həm şagirdlərin ən çox yəni çətinlik çəkdiyi mövzulardır. Çəhrayı gecəçiçəyi populyasiyasında sərbəst çarpazlaşma nəticəsində alınmış 30 min fərddən 1200-ü qırmızı çiçəklərə malik olmuşdur. Populyasiyada rast gəlinən çəhrayı gecəçiçəyi bitkilərinin faizlə miqdarını hesablayın. Təbii ki, biz bilirik ki, gecəçiçəyi bitkisində qeyri-tam dominantlıqdır. Yəni böyük A, kiçik A üzərində tam dominant olmur. Onlar bir zigota düşəndə qırmızı yox, çəhrayı rəng çıxır. Amma iki dominant bir zigota düşsə qırmızı olur, resessivlər bir zigota düşəndə isə ağ olur. Və təbii ki, burada biz çəhrayı rəngli çiçəkli bitkilərin alındığını hesablamaq üçün allelin rast gəlmə tezliyini hesablamalıyıq. Allelin rast gəlmə tezliyi isə bildiyimiz kimi həmin alleli daşıyan orqanizmlərin sayı ilə müəyyən olunur. Məsələn, 30 min fərddən 1200-ü qırmızı çiçəklərsə, gəlin baxaq görək ki, bu qədər fərdin neçə faizini təşkil edir. Yəni 30 min 100%dirsə, 1200 4% edir. Yəni 30 min fərddən 100%, 1200-ü qırmızı gecə çiçəklərsə, deməli ümumi nəslin 4%. Hissə ilə göstərsək 0,4 deməli hissəsi böyük A qırmızı rəngli gecə çiçəkləridir. Təbii ki, bu aldığımız 0,4 A vurulsun A-nın miqdarıdır. Bizə isə lazımdır bir alleli hesablamaq. Yəni böyük A alleli populyasiyada hansı tezlikdə yayılıbdır. Buradan da böyük A-nın kök altında çıxarsa 0,2 alınır. Deməli, populyasiyada böyük A-nın yayılma tezliyi 0,2-dir. Və biz bilirik ki, P plus Q bərabər 1 və yaxud 100 formulundan bilirik ki, əgər biz A-nı yerinə qoysaq, P-nin qiymətini yerinə qoysaq, Q-nün, yəni kiçik A-nın yayılma tezliyi 0,8 A olacaqdır. Yəni, artıq biz populyasiyada allellər hansı tezlikdə yayıldığını hesabladıq. Və bizdən indi tələb olunur ki, çəhrayı gecə çiçəyi bitkilər faizlə neçə miqdarını hesablamaq gərəkdir.
Böyük yağ, kiçik yağ, böyük yağ, kiçik yağ çəhrayı populyasiyada çarpazlaşanda təbii ki bilirik ki, bir dənə böyük yağ genotipə alınır, 2 dənə heterozigot çəhrayı və bir dənə də resesiv homozigotlar alınır ki, burada da bizə çəhrayı lazım olduğu üçün, yəni P kvadratı plus 2PQ plus PQ'nun kvadratı bərabərdir 1-ə. Burada bizə lazımdır 2PQ lazım, yəni çəhrayıların sayı lazımdır. Onun üçün də 2 vurulsun, P'miz, yəni dominantımız 0,2-dir. Vurulsun, Q'miz isə 0,8-i vururuq, alınır bizdə 0,32 faizlə geçsək, yəni 32% alınacaqdır. Cavab burada yəni 32%-dir. Və açığı bu populyasiyanın genetikası ilə bağlı olan bu cür məsələlər biraz çətinlik çox törətdiyi üçün mən bir neçə tapşırıq işləmişəm ki, daha yaxşı yəni anlamaq olsun. Məsələn, adada yayılmış 10.000 fərddən ibarət tülkü populyasiyasında fərdlərdən 9.991-i kürəndir. 9-u isə ağ rəngli xəzdəriyə malikdir. Bu populyasiyada homozigot kürən, heterozigot kürən və ağ fərdlərin faizlə nisbətini hesablayın. Kürən rəng ağ rəng üzərində dominantlıq edir. Və təbii ki, burada da kürən ağın üzərində dominantlıq edir. Ümumiyyətlə, hörmətli müəllimlər, bu cür məsələlərdə əgər tam dominantlıq mövcuddursa, allelin rast gəlmə tezliyini yalnız resessiv fərdin sayından çıxış edərək tapmaq mümkündür. Çünki tam dominantlıqda böyük A da bizə dominant fərdi verir, böyük A, kiçik A da bizə kürən, yəni dominant fərdi verir. Ona baxıb, o rəqəmə baxıb mən allelin rast gəlmə tezliyini tapa bilmərəm. Amma resessivlər ki, 2 qoşa A-dır, yəni 2 balaca qoşa A-dır, oradan mən çıxış edib allelin rast gəlmə tezliyini hesablaya bilərəm. Məsələn, burada kiçik A, yəni ağ rəngli tülkülər, yəni A vurulsun A, Q-nun kvadratı bərabərdir 10.000 fərddən 9-unda rast gəlinir. Yəni Q-nun kvadratı bərabərdir 0,10.000-də 9-a. Buradan biz Q-nu, yəni bir alleli tapsaq, görəcəyik ki, kiçik A-nın yayılma tezliyi 0,3 hissə ilə yayılıbdır. Və P plus Q bərabərdir 1. Bu formuldan da tapsaq ki, böyük A-nın rast gəlmə tezliyi 1-dən çıxsaq 0,3-ü 0,97 ilə yayılıbdır. Onda biz bu düstur əsasında rahatlıqla tapa bilərik ki, P-nin kvadratı, yəni böyük A vurulsun böyük A, 0,97 vurulsun 0,97, 0,10.000-dən 9.409 eləyəcəkdir. Heterozigotlar 2 vurulsun 0,97 vurulsun 0,3, yəni 0,10.000-də 582 olacaqdır. Q-nun da kvadratı 0,3 vurulsun 0,3, o da 0,10.000-də 9 olacaqdır. Və bunların nisbəti də məhz bu cür formada yəni hesablanmaq mümkündür. Və çox zaman populyasiyanın genetikası ilə bağlı olan məsələlər bu tipdə düşsə də, amma burada baxın, biz autosom xromosomlarda yerləşən genlərlə bağlı olan məsələlərə baxdıq və burada Q-nun kvadratı tapıldıqdan sonra kvadrat altından 1A allelinin rast gəlmə tezliyini tapırıq. Amma elə çalışmalarımız var ki, orada kök altını çıxmaq yəni ehtiyac olmur. Məsələn, əhalisi 600.000 olan şəhərdə hər 100 kişidən biri X xromosomu ilə ilişikli resessiv genlə ötürülən irsi xəstəliyə tutulmuşdur. Bu şəhərdə kişi və qadınların sayı eyni olduğu halda bu xəstəliyə tutulmuş adamların ehtimal olunan sayını hesablayın. Təbii ki, 600.000, 300.000 qadındır, 300.000 kişidir. Və kişilərdən də deyir, hər 100-dən biri xəstədirsə, 300.000-i 100-ə bölsəm, 3.000 xəstə kişi var. Yəni 300.000 kişidən 3.000-i xəstədir. Və mən təbii ki, buradan verilmiş fakt əsasında X geninin hansı ki, o xəstəliyə malik olan bir resessiv genə malikdir, onun rast gəlmə tezliyi hesablayıram. 300.000 100% isə 3.000 nə qədərdir? Bu da eləyir 1%, yəni 0,1 eləyir. Təbii ki, mən burada artıq bunu kökaltıdan çıxartmayacağım. Çünki biz bilirik ki, kişi orqanizmində X bir dənədir, X Y-dir. X bir dənə olduğu üçün artıq elə bu 0,1 X resessiv gen daşıyan X-in yayılma tezliyidir. Mən artıq hesabladım ki, bu şəhərdə olan əhalidə bu resessiv geni daşıyan X xromosomunun yayılma ehtimalı 0,1-dir. Və kişilərdən də 3.000-i xəstədir. Və bizdə isə adamların sayı hesablanma soruşulursa, deməli qadınlar arasında da biz onları hesablamalıyıq.
Qadınlarda isə genotipdə XX olduğu üçün 2 resessiv gen bir ziqota düşməlidir ki, o qadın fenotipcə xəstə olsun. Yəni 0,1 vurulsun 0,1. Yəni qadınlar arasında bu 0,10 yəni 1 ilə yayılır. Və 300 min qadını tam bir götürsək, onun 10.000-1 isə 30 eləyir. Deməli, qadınlar arasında da 30 nəfər xəstədir. Onda cəmi bu şəhərdə 3000 üstə gəl 30 bərabərdir 3030 adam bu xəstəlikdən, yəni əziyyət çəkir. Burada cavab 3030-dur. Və belə bir məsələ verək, nəzəri testlə bağlı olan belə bir məsələmiz də var. Sxemdə verilmiş genotipə malik olan orqanizmin aid olduğu dəstənin nümayəndələrinə xas olan ifadələri müəyyən edin. Təbii ki, sxem bizdə güvələrin genotipi verilibdir. Yəni orada erkəklər XX-dir, yəni homogametdir. Dişi fərdlər heterogametdir. Daha doğrusu X var, Y xromosomu yoxdur onlarda. Və bu güvənin də biz bilirik ki, 7-ci sinif kitabı dərsliyindən ki, pulcuqanlar dəstəsinə, kəpənəklər dəstəsinə aiddir. Faktiki biz burada kəpənəklər dəstəsinə aid olan ifadələri seçməliyik, genotipə baxıb. Bəzi növlərində orqanizmin cinsiyyətinin müəyyən olunması yumurta hüceyrələrdən asılı olur. Bəli, təbii ki, biz bilirik ki, sürünənlərdə, quşlarda, bəzi kəpənəklərdə dişilər heterogametli XY-dir, erkəklər XX-dir. Yəni yaranacaq fərdin dişi və yaxud erkək olması yumurta hüceyrədən asılıdır, spermatozoiddən asılı deyil. Deməli, birinci variant düzgün variant hesab olunur. İkinciyə baxaq biz, bütün növlərində erkək fərdlər cinsiyyət xromosomuna görə 2 tip qamet hazırlayır. Xeyr, biz artıq qeyd elədik ki, buradakı erkəklər homogametdirlər, yəni X xromosomu daşıyırlar, onlar 2 tipdə qamet hazırlaya bilməzlər. 2 yanlışdır. Bəzi növlərində erkək və dişi fərdin cinsiyyət xromosomları çiyələk bitkisində olduğu kimidir. Bəli, bəzilərində çiyələkdə olduğu kimi erkəklər XX-dir, dişilər isə XY-dir. Yəni bu bizdə 3 doğru variantdır. Dördüncü, müxtəlif növlərinin dişi fərdlərinin genotipi XY yaxud X0 ola bilər. Elə güvənin özündə dişi X0-dır, bəzi kəpənəklərdə isə XY ola bilər. Yəni, 4-cü variantda doğru variantdır burada. 5-ci varianta baxırıq ki, X0 genotipli dişi fərdin hazırladığı cinsiyyət xromosomu olmayan qametlərdə autosom xromosomları da olmur. Təbii ki, bu yanlış variantdır. Burada biz sxemdə yalnız cinsiyyət xromosomlarını göstərmişik. Orada autosom xromosomları sxemdə göstərilmir. Amma o demək deyil ki, burada autosom xromosomu yoxdur. Bu dişinin verdiyi X cinsiyyət xromosomunda da autosom var. Digər yumurta hüceyrələrdə autosom xromosomları var. Sadəcə cinsiyyət xromosomu yoxdur. Deməli, 5-ci variant səhvdir. Burada doğru variant C variantı olacaqdır. 1, 3, 4 düzgün cavab olacaqdır. Bir neçə dənə seleksiya ilə bağlı məsələni istərdim ki, nəzərinə çatdırım müəllimlərin. Dölsüzlüyü Karpachenko metodu ilə aradan götürülən növlər arası hibridin tetraploid xromosom dəsti 56-ya bərabərdir. Bu bitkinin əmələ gəlməsində iştirak edən bir bitkinin spermisində 7 xromosom olarsa, digər bitkinin rüşeym kisəsindəki 2 qat maylanmada bilavasitə iştirak etməyən hüceyrələrində cəmi neçə xromosom olar? Təbii ki, biz bilirik ki, dölsüzlüyü Karpachenko metodu ilə aradan götürmüş bitkinin 4-ünü 56-dır. Və təbii ki, biz özümüz bilirik ki, bunun 2 eni bir bitkinindir, 2 eni də digər bitkinindir. Amma gəlin məsələ şərtində verir ki, bu bitkinin əmələ gəlməsində iştirak edən bir bitkinin spermisində, yəni haploidi 7 xromosomdursa, demək o bitkinin 2 eni 14-dür. Və digər bitkini necə hesablayacaq? 56-dan 14-ü çıxsam, qalır 42, yəni digər bitkinin də 2 eni 42-dir, yəni haploidi 21-ə bərabərdir. Və ikinci bitkinin haploidi 21-dirsə və rüşeym kisəsində də ikinci bitki iştirak edibsə, orada 5 hüceyrədə 2 sinergit və 3 antipodda, yəni bilavasitə 2 qat maylanmada iştirak etmir, 5 yəni formulunu hesablayırıq. 5-i 21-ə vuranda bizdə 105 alınır. Burada cavab D variantıdır, 105. Növbəti. Birinci bitkinin endosperm hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda 48 xromosom,
İkinci bitkinin yarpaq hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsi sonunda 44 xromosom sayılmışdır. Bu bitkilərin çarpazlaşmasından alınan və dölsüzlüyü Karpachenko metodu aradan qaldıran hibridin somatik hüceyrəsində neçə xromosom saymaq olar? Təbii ki, burada birinci biz hesablayacaq birinci bitkin. Əgər birinci bitkinin endospermin anafaza mərhələsi göstərilibsə, endosperm 3N-dir. Anafaza mərhələsində mitozla bölündüyü üçün o 6N olacaqdır. Demək 6N 48-ə bərabərdirsə, bu bitkinin N-i 8-dir, 2N də 16-dır. İkinci bitkinin isə yarpaq bədən hüceyrəsinin bölünməsindən gedirsə, onun 2N-i deməli 2N yarpaq hüceyrəsində anafazda 2 dəfə artır 4N ilə. 4N bərabərdir 44-ə. Burada digər bitkinin N-i 11-ə bərabərdir, 2N isə 22-dir. Və təbii ki, bu iki bitki çarpazlaşdırılanda birinin 8 qameti ilə 8 xromosom, digərinin qameti ilə 11 xromosom gəlir, yəni 19, o dölsüzdür və Karpachenko metodunu onu 2 dəfə artırmaqla, yəni 38 xromosom yığımına malik olan döllü bir bitki almaq mümkün olur. Burada da təbii ki, cavab 38 olacaqdır. Somatik hüceyrəsində 40 xromosom olan tetraploid bitki ilə qametində 15 xromosomu olmuş, lakin sonradan Karpachenko metodu ilə tetraploid fərdə çevrilən bitkinin çarpazlaşmasından alınan növlərarası hibridin somatik hüceyrəsində minimum neçə xromosom olar? Təbii ki, əgər bitkilərdən biri 4N-i 40-dırsa, onun qameti ilə 2N 20 xromosom gələcəkdir. Digər bitkinin isə N-i 15-dir, təbii 2N 30-dur. Və bu orqanizmlərdə təbii ki, biz adətən Karpachenko üsulu ilə məsələləri həll edəndə qametləri alırıq zigotda, sonra zigotda əlamətlərin sayını 2 dəfə artırırıq. Amma buradan biz görürük ki, bu orqanizmin verdiyi qamet özü diploiddirsə, bunun qametində xromosomların sayını artırmağa ehtiyac yoxdur. Çünki konjugasiya edən xromosom cütlükləri var bu qametdə. Onun üçün də digər bitkinin haploid xromosom dəstində olan, yəni N-i 2 dəfə artıracaq, 30 eləyəcəkdir və bu qametlə bu qametin 20 ilə 30-un birləşməsindən isə həmin zigotda 50 xromosom olacaqdır və bu artıq döllü olacaqdır. Çünki bu qametlə gələnlər özü 2N-dir. Bunu da artırıb 2N eləyibdir və birləşəndən sonra 50 xromosom dəstinə malik olan dölsüzlüyü aradan götürülmüş bir bitki meydana gələcəkdir. Cavab 50, yəni alınacaqdır. Bununla da bugünkü mövzumuzu başa sonlandırmaq istərdim. Mən həmkarlarıma uğurlar arzulayıram, müvəffəqiyyətlər. Bacardığımız kimi, əgər köməyimiz dəydisə, nə xoş bizə. Təşəkkür edirik Təranə xanım, ətraflı izahınıza görə. Hətta siz bir bölmədən bir neçə test tapşırığını nümayiş elətdirdiniz ki, hər tərəfli müəllimlərə dəstək olasınız. Çox sağ olun buna görə. Təşəkkür edirəm sizə. Sağ olun. Əziz müəllimlər, bugünkü buraxılışımız bu qədər. Növbəti verilişlərdə görüşənə qədər.